Üç qardaş bir arada. Azərbaycanla yeni müharibə xəbərdarlığı edildi. Ermənistanın yeni konstitusiyası seçkilərdən sonra açıqlana bilər. Netanyahu Trump'ın bu sözündən şoka düşdü və dərhal İran geri çəkilmədi, amma tələbi yerinə yetirdi. Macron'un Meloni'ni səmimi qarşılaması diqqət çəkdi. Emin lüks villasını nümayiş etdirdi. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Antalya Diplomatiya Forumu çərçivəsində Türkiyə ilə həmkarı Rəcəb Tayyib Ərdoğan və Pakistanın baş naziri Məhəmməd Şahbaz Şəriflə bir araya gəlib. Axar TV xəbər verir ki, üç qardaş ölkənin başçıları səmimi söhbət ediblər. Üçbaşlı Müharibə Partiyasının proqramı Ermənistan və Azərbaycan arasında yeni müharibəyə hesablanıb. Axar TV Teleqrafa istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan radikal müxalifətin seçki ilə bağlı icra proqramını şərh edərkən deyib. Vitse-spikerin fikrincə, bu radikal qüvvələrin proqramları Daşnaksutyun terror təşkilatının təhlükəli ideologiyasını əks etdirir. Bunları kimin yazdığını bilmirəm. Amma axmaq fikirlər yaza bilməməsi üçün həmin yazarın əlini siyasi olaraq kəsəcəyik. O bildirib. Rubinyanın sözlərinə görə radikal müxalifət Ermənistanda hakimiyyətə gələcəyi təqdirdə Azərbaycanla paraflanmış sülh sazişini yenidən nəzərdən keçirməyi hədəfləyir. Əgər kabus senarisi təsəvvür etmək istəyirsinizsə, onda paraflanmış sülh sazişini qəbul etmədiyiniz və ya yenidən nəzərdən keçirdiyiniz bir durum düşünün. Başqa sözlə, onun ləğvi müharibə deməkdir. Parlament sədrinin müavini əlavə edib ki, xalq Üçbaşlı Müharibə Partiyası ilə sülhpərvər qüvvələr arasında seçim etməlidir. Xatırladaq ki, Ruben Rubinyan Üçbaşlı Müharibə Partiyası dedikdə Ermənistanın sabiq prezidenti Robert Köçəryanın rəhbəri olduğu Ermənistan bloku, Rusiyalı oliqarx Samvel Karapetyanın güclü Ermənistan və Qaqik Çarokyanın çiçəklənən Ermənistan partiyalarını nəzərdə tutur. Ermənistanda parlament seçkiləri iyunun 7-sində keçiriləcək. Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin yeni konstitusiyasının mətninin iyun ayında keçiriləcək parlament seçkilərindən sonra dərc olunma ehtimalını istisna etməyib. Axar TV xəbər verir ki, o, jurnalistlərin suallarını cavablandırarkən konstitusiya layihəsi ilə tanış olduğunu və sənəd üzərində müəyyən iş apardığını bildirib. Nikol Paşinyan qeyd edib ki, konstitusiyanın dərcinin tərəfdarıdır. Lakin siyasi və hökumət komandaları daxilində dövlət idarəçiliyi sistemi ilə bağlı bir sıra fundamental məsələlər üzrə fikir ayrılıqları qalmaqdadır. Baş nazir vurğulayıb ki, bu mübahisələr həll olunmadan sənədin dərc edilməsini məqsədə uyğun hesab etmir. Seçkilərə qədər problemlərin aradan qaldırılması və layihənin təqdim olunması üçün səylər davam etdirilir. Vaxt çatmadığı halda konstitusiyanın dərc edilməsi seçkilərdən sonraya qala bilər. İsrail Baş naziri Benyamin Netanyahu və onun müşavirləri Amerika Birləşmiş Ştatları lideri Donald Trump'ın Dövlət Departamenti tərəfindən elan edilən İsrail və Livan arasında atəşkəs müqaviləsinin mətninə zidd olan açıqlamasından şoka düşüblər. Axar TV xəbər verir ki, bu barədə Axios mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, Netanyahu açıqlamanı eşidəndə şəxsən şoka düşüb və narahat olub. Məlumata görə İsrail Ağ Evdən Trump'ın Livanın bombalanmasına qadağa qoyması barədə açıqlamasına aydınlıq gətirilməsini istəyib. İrandakı rejim Hörmüz boğazını açmaqla strateji qərar verdi. Tehran boğazı açmasaydı, Amerika Birləşmiş Ştatları da boğazdan tankerlərin çıxışını və girişini nəzarətdə saxlamaqla neft satışında İrana problemlər yaradacaqdı. Busa İranın iqtisadi vəziyyətini daha da ağırlaşdıracaqdı. Ancaq İrandakı rejim Vaşinqtondan qarşılıq almadan boğazı açmaq istəmirdi. Çünki bu rejimin geri addımı kimi qiymətləndiriləcəkdi. Rejim belə bir görüntü vermək istəmirdi. Bu olmasın deyə Tehran İsrail Livana qarşı əməliyyatı dayandırsın tələbini irəli sürdü. Axar TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
Zaten İsrail artıq Livandakı hərbi əməliyyatı bitirmək barədə düşünürdü. Bir hərbi əməliyyatla Livandakı Hizbullah hərəkatını bitirmək praktik baxımdan mümkün deyil. Əksi olsaydı, İsrail 40 il ərzində Livanda keçirdiyi müxtəlif hərbi əməliyyatlar vasitəsilə hərəkatın sonunu gətirərdi. Ona görə də İsrailin baş naziri Benyamin Netanyahu Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump'ın çağırışına etiraz etməyərək Livanla atəşkəsə, hətta Beyrutla danışıqlara başlamağa razılaşdı. İsrail-Livan atəşkəsi İran rejiminin Hörmüz boğazını açdıq elanına şərait yaratdı. Buna cavab olaraq da Amerika Birləşmiş Ştatlarının boğazı mühasirədə saxlamasına ehtiyac qalmayacaq. Razılaşma enerji qiymətlərini sabitləşdirməyə və beynəlxalq aləmin rahat nəfəs almasına imkan verəcək. Bunun nə qədər çəkəcəyini isə İranla Amerika Birləşmiş Ştatları arasındakı gələcək danışıqların gedişatı göstərəcək. Hər halda tərəflər yeni müharibədən yayınmağa çalışırlar. Yorğunluq var. Ancaq Hizbullah İsrailə raket zərbəsi endirərsə, vəziyyət yenidən gərginləşəcək. Odur ki, Sepah yeni müharibə və Hörmüz boğazının yenidən qapadılmasını istəmirsə, Hizbullahdan atəşkəsə riayəti tələb etməlidir. Politoloq vurğulayıb. Aprelin 17-si Fransa prezidenti Emmanuel Macron İtaliyanın baş naziri Giorgia Meloni'ni Yelisey sarayında səmimi şəkildə qarşılayıb. Axar TV Bakpost Aza istinadla xəbər verir ki, görüş Avropa liderlərinin Hörmüz boğazındakı böhranla bağlı birgə mövqeylərini gücləndirmək məqsədi daşıyıb. Görüş çərçivəsində Macronun Meloni'ni isti qarşılaması Avropa Birliyinə verilən önəmin simvolu kimi diqqət çəkib. Bu qarşılama təkcə diplomatik protokol deyil, həm də Fransa-İtaliya münasibətlərində yeni bir səhifə açıldığına dair simvolik mesaj kimi xarakterizə olunub. Xalq artisti Emin Ağalarov lüks villasından paylaşım edib. Axar TV Axşamaza istinadla xəbər verir ki, ifaçı evindən olan görüntüləri sosial media hesabında yayımlayıb. O, video çəkiliş zamanı mənzilinin içində yerləşən hovuza kostyumda tullanıb. Mülkin divarlarından biri müğənninin 20 il ərzində çıxardığı albomlarla bəzədilib. O, babasından ona yadigar qalan albomları da qoruyub saxladığını bildirib. Onlardan biri 1986-cı ildə dünya şöhrətli bəstəkar müğənni Müslüm Maqomayev tərəfindən Eminin babası İosiflə və nənəsi Tamara üçün xüsusi imzalanıb. Emin həmçinin kolleksiyasına daxil olan gitaraları da nümayiş etdirib. İfaçı daha sonra övladlarının otağını göstərib. O, oğulları Əli və Mikailin, qızları Əminə və Afinanın oyun otaqlarını nümayiş etdirib.